Bir xanımın botoks haqqında bilməli olduğu 5 məqam. İlk öncə düzgün mütəxəssis seçimi mütləqdir. Düzgün dozada botoks vurulmadıqda üzdə asimetriya, ptoz və digər səbəblər yarana bilər. İkinci, botoks proseduru zamanı yaşa görə yanaşma fərqlidir. 20'li yaşlarda əgər çox dərin mimiki qırışlar varsa, bu botoksa göstərişdir. 20 üstü xanımlarda mimiki qırışların qarşısını almaq üçün ildə ən azı bir dəfə botoks proseduru məsləhətdir. Üçüncü, botoks zamanı əks göstərişlər də mümkündür. Hamiləlik, laktasiya dövrü, autoimmun xəstəliklər, allergiyalar və s. Dördüncü, botoks proseduru daimi deyil. Əzələ müvəqqəti iflic olunur və 4-5 aydan sonra yenidən fəaliyyətə başlayır. Beşinci, botoks prosedurundan sonra hər bir xanımın diqqət etməli olduğu qaydalar var. İlk öncə 4-6 saat uzanmamaq, sauna və idmandan uzaq olmaq, siqaret və spirtli içkidən istifadə etməmək, başı önə əyməmək.